Dəyərli müəllimələr, bu günlər sizlər üçün 7-ci sinifdən 20-ci mövzunu, yəni 7-ci sinif texnologiya dərsliyinə 20-ci mövzunun balığın isti emalı, balıq yeməkləri mövzusunu aydın dildə, sadə şəkildə izahını verəcəm. Deməli, dəyərli müəllimələr, biz bilirik ki, balıq tez xarab olan məhsuldur. Yəni, xarab olmuş balıq, vaxtı keçmiş balıq ağır zəhərlənmələrə gətirib çıxarır. Ona görə də biz balıq alarkən balığın təzəliyini müəyyənləşdirməyi bilməliyik. Yəni, görək balığın təzəliyini biz necə müəyyənləşdirə bilərik? Gəlin buna baxaq. Deməli, balığın üzəri, yəni balığın xarici görünüşü, onun təzə olmasını, köhnə olmasını aradan bildirir. Balığın xarici görünüşü. Yəni, təzə balığın qəlsəmələri qırmızı rəngdə olur. Adi xarakterik balıq iyi verir. Sonra, üzərində nazik qatlı şəffaf selikliklə örtülmüş olur. Qarnında şişkinlik yoxdursa, pulcuqları hamardırsa, təmiz parıltılıdırsa, gözləri şəffafdırsa, qabarıqdırsa, əti elastikdirsə, sonra, deməli, bunlar varsa bir balıqda, bu balıq təzə balıqdır. Yəni, bilirsiniz də, təzə balığın əzələ qatı bərk olur, onun sümüklərə kipyə birləşir, bir də onu çətinliklə ayırmaq olur sümüklər. Ona görə də təzə balığı suya salarkən dəyərli müəllimələr, suyun dibinə düşür. Əgər balığı suya salarkən suyun dibinə yox, üzünə çıxarsa, deməli, bu köhnə balıqdır. Təzə balığı suya salanda, təzə balıq dərhal suyun dibinə düşür. Amma xarab olmuş balığın, bax, xarab olmuş balığın qəlsəmələri solğun olur və yaxud da çirkli boz rəngdə olur. Belə xoşa gəlməz iyi olur, qarnı şişkin olur, gözləri batır içəri, şəffaflığını itirir, pulcuqları tökülür, sonra parıltısız olur, yapışqanlı selikliklə örtülmüş olur. Xarab olmuş balığın üzəri yapışqanlıq, seliklik qişasıyla çox olur, amma təzə balığın üzərində nazik qatlı olur. Deməli, bəs yaxşı, duza qoyulmuş balıq necə? Əgər biz duza qoyulmuş və yaxud da dondurulmuş balığın keyfiyyətini müəyyən etmək istəyiriksə, yəni bu təzədirmi, köhnədirmi, bunu müəyyən etmək istəyiriksə, onda onu biz isti iynə vasitəsilə edəcəyik. Yəni, isti iynə ilə deşdikdə, əgər balıq köhnədirsə, ondan belə çürümüş iy gələcək. Yox, təzədirsə, iy gəlməyəcək. Təzə balıq da bilirik ki, təzə balıqda soyudulmamış, bir də soyudulmuş halda ola bilər. Yəni, soyumamış balıq təzə tutulmuş balığa deyilir. Heç bir soyudulmaya məruz qalmamış, bədəninin temperaturu ilə ətrafdakı havanın temperaturuna bərabər olan balığa deyilir. Yəni, deməli, dedik ki, soyumamış, heç bir soymaya məruz qalmayıb da soymamış balıq. Görürsünüz, bədəninin temperaturu ilə ətrafdakı havanın temperaturu bərabər olan balığa deyilir, soymamış balıq. Amma soyudulmuş balıq, yenə o da təzə tutulmuş balıqdır. Amma bədəninin temperaturu soyuq havaya və ya buzla, yəni 0 dərəcəyə qədər soyudulan balığa deyirlər. Yəni, soyudulmuş balıq tez xarab olur. Tez xarab olur soyudulmuş balıq. Əgər bu balıqdan xoşa gəlməz iyi gəlirsə, deməli, yenə xoşa gəlməz iyi gəlir, belə yapışqanlıdırsa, deməli, bu balıq xarab olub. Bu balığı yemək təhlükəlidir. Bilirik ki, dəyərli müəllimələr, balığın isti emalında, yəni balıq ətini qaynadılır, buğda bişirilir, qızardılır, pörtlədilir, sobada və közdə bişirilir, isti emalında. Qaynatmaq üçün də bütün növ balıqlardan istifadə edə bilərik. Amma əsasən, nərə balığı fəsiləsinə aid olanlardan, yəni kütümdür, çəkidir, stavirdadır, skumbiryadır, bu balıqlardan əgər qaynadılmada istifadə edəriksə daha ləzzətli olur. Qaynadılma zamanı da bilirik ki, qaynadılmış balığın dərisi ilə birlikdə adam başına tikələrə, yəni bölürük və yaxud da bunu bütöv halda da suya qoyub qaynada bilərik. Yəni, suya da qoyduqdan sonra su onun üzərini 1-2 santimetr örtməlidir. Balığın da dərisini 2-3 yerdən çərtirik ki, tikələr formasını qaynayan zaman deməli itirməsin də, yəni dəyişməsin tikələr formasını. Deməli, su nə qədər
az əlavə edilsə, bilin ki, balıq bir o qədər dadlı alınacaq. Yəni 1 kiloqram balığa orta hesabla 1 litr su tökülür. Sonra 1 çay qaşığı da duz tökülür. Zövqünüzə görə də dənəvər istotdur, dəfnə yarpağıdır, doğranmış soğandır, yerköküdür, cəfəridir, kərəviz də əlavə edə bilərik. Və qaynama həddinə çatdırandan sonra isitməni azaldırıq. Bilirik ki, xırda balıqlar 10-15 dəqiqəyə, orta ölçülü tikələrə ayrılmış balıqlar isə 15-20 dəqiqəyə qaynadılır. Əgər biz qaynadılmış balığın hazır olmasını bilmək istəyiriksə, bunu çəngəlin köməyi ilə baxacağıq. Yəni çəngəli onun ən qalın hissəsinə batırılır. Deməli, qaynadılmasını, pişməsini bilmək üçün çəngəldən istifadə edirik. Çəngəli də ətin, balığın ən qalın hissəsinə batırırıq. Əgər çəngəl balığa rahat batırsa, deməli balıq hazırdır. Həddindən artıq qaynatmaq olmaz. Çünki həddindən artıq qaynadılmış balığın əti lay-lay ayrılır. Ona görə də həddindən artıq qaynatmaq olmaz. Bir də ki, qaynadılmış balığı yalnız masaya verəndə bulyondan çıxarmaq lazımdır. Çünki əvvəl çıxartdıqda onun üzəri quruyur. Bəs balığın istemallarından olan buxarda necə pişirilir? Gəlin buna baxaq. Yəni, bu buxarda pişirmə dəyərli müəllimələr qaynadılmaya çox oxşayır. Çünki, amma bilirik ki, buxarda pişirəndə az miqdarda su, yalnız balığın 1/3 hissəsini örtənə qədər su tökürük. Və 1/3 hissəsini, bunu diqqətlə fikir verin. Yağ əlavə etməklə hazırlayırıq. Özdə ki, buxarda pişirmə zamanı balığı ağzı bağlı qazanda qaynadırıq. Yəni, balığın onda alt hissəsi suda yağla qaynayır, üst hissəsi isə buxarda emal olunur. Qaynadılmada istifadə etdiyimiz balıq növlərindən buxarda pişirmək daha yararlıdır. Yəni görürsüz, onu deyir ki, buxarda pişirilən balıq daha çox qaynadılmada olan balığa çox oxşayır. Sonra, yəni balıq ətini dəridən, sümükdən təmizləyirik. Sonra doğranmış balıq tikələrinin dərisin, o soyulmuş hissəsini aşağı olmaqla bir sıra düzürük və üzərinə su tökürük. Burada da 1 kiloqram balığa 1,5 stəkan olmaqla su götürülür. Yəni stəkan yarım. Su tökürük, ədviyyat tökürük, limon əlavə edirik, duz əlavə edirik və pişməyə qoyuruq. Amma üstünlük təşkil edən üsullardan biri balığın dəyərli müəllimələr qızardılmadır. Üstünlük təşkil edən üsul deyildikdə qızardılmadır. Yəni balığa duz vururuq, istot vururuq, unluyuruq, sonra yağda qızardırıq. Yəni qızartmanı da bitki yağında qızardırıq, bitki yağında. Bir də bolluca, yağı bol tökməliyik. Töküb qızartdıqdan sonra, əgər balıq tikələrinin üzərində qızılı rəngdə qabıq əmələ gəldikdə bilirik ki, balıq tam qızarıb, hazırdır. Sonra, əgər balığı da bunu tavanın ağzını qapaqla örtürük, odu azaldırıq və balığı sobaya da qoyub pişirə bilərik bu halda. Balıq yeməklərinin daha bir növü də pörtləmədir, bilirik ki, sos, ədviyyat əlavə etməklə pörtləməni hazırlaya bilərik. Balığın sobada və közdə pişirməsi də belədir ki, dəyərli müəllimələr. Təkcə biz çiğ halda yox, qismən emal edilmiş balığı da sobada da pişirə bilərik, közdə də pişirə bilərik. Yəni, soslardan istifadə edirik, qarnirlərdən istifadə edirik. Metal torun üzərinə qoyub pişirə bilərik və yaxud da sobada. Balıq yeməklərində masaya bilirsiniz ki, isti balıq yeməklərini masaya ilıq vəziyyətdə veririk. Yəni, balıqla bərabər yanında qarniri, boşqava və ya bulda düzürük. Sonra da balığın növündən asılı olaraq süfrəyə deməli ayrıca və yaxud da eyni boşqabda balıqları verib yanında da qarnirləri, sosları verə bilərik. Bu da bizim dəyərli müəllimələr 20-ci mövzunun sadə, aydın dildə izahı. Əgər ödənişli dərslərimizdən yararlanmaq istəyirsinizsə 050 433 35 49 nömrəsinə müraciət edə bilərsiniz.